Verilmiş hesab məntiqi qurulum, 2 hesab əməliyyatı, 2 məntiqi əməliyyatı yerinə getirir. 2 hesab əməliyyatı cəmləyirmə və çıxma əməliyyatıdır. 2 məntiqi əməliyyatı ənd və or əməliyyatı, yəni məntiqi vurma və məntiqi toplama. Bu girişdə görürsünüz ki, 4-ün bir multiplexinin select girişinə qoşulur. 2 bitlikdir, amma bu xətlə göstərirəm ki, bir xətdən verirəm, yəni sistemlər təkərdə bu işarəyə fikir verərsiniz. Yəni bu artıq dərəcənin burada əhəmiyyət olmadığını bildirir. Yəni orada deməli S1, S0 verə bilərik və ya S2, S1, S0 da verə bilərik, fərqi yoxdur. Deməli verdik. Hansı çıxış aktiv olur, hansı giriş çıxışa ötürülür? I0. I0-a 4-ün bir multiplexə nə qoşmuşam? Cəmləyicinin çıxışını qoşmuşam. Deməli burada əməliyyat gedəcək. A və B dəyişənlərlə də A-ya 0, 1 vermişəm, B-yə 0 vermişəm. Bunların ikisi toplanır, burada nəticəsi öz əksini toplanır. Birinci üzrə 0, S-inin nə qədərdir? Siz bilirsiniz ki, tam cəmləyicilərdə ötürmə dərəcəsi də nəzərə alınır. Görürəm ki, cəmləyicinin S-in girişi 2-nin bir multiplexinin çıxışına qoşulur. 2-nin bir multiplexinin çıxışına qoşulur. İndi və 2-nin bir multiplexerində select girişi özündən əvvəlki komparatorun çıxışına qoşulur. Deməli, burada S-inin daxil edilməsi və ya onun bir girişdə S-in bir girişdə 1-dir. Onun cəmləyinin S-inə verilməsi komparatorun müqayisə nəticəsindən alınır. Burada komparatorun yalnızca bir şərti yoxdur. Hansı şərti? Bərabərlik şərti. Komparatorumuz amma 2 bitdir. Çünki niyə? Mənim select girişim 2 bitdir. Düzdür? Nə ilə yoxlayır? 0-1 ilə yoxlayır. Əgər bu buna bərabərdirsə, çıxışda 1 yaradır, bərabər deyilsə 0 yaradır. Yəni bərabərlik şərti ödənmir. Baxılan halda 0-0-0-1-ə bərabərdir, xeyr, bərabər deyil. Verdi buna dəyər 0 vermiş oldu. İndi bunun 0 verilməsi, bunu 1 ilə göstərək, S-in girişini 1-ə kommutasiya edir. Yəni buradakı S-in artıq siz açarın köməyi ilə nə versəz, yəni 0 da verə bilərsiniz, heç bir ötürmə yox da verə bilərsiniz və ya 1 verib ötürmə var da verə bilərsiniz. Aydındır mı? Və burada cəmləmə gedəcək və siz çıxışda alacaqsınız nə? 1, 0. Toplayırıq, bəli. 1-in üstə 0 gəlir, 1 eləyib, ötürmə dərəcəsi də C6-da 0-a qədər. Bu rahat kombinasiya. İndi ikinci kombinasiya baxaq. İkinci kombinasiyada, yəni select girişin verilməsi sub əmridir, çıxma əmridir. Çıxma əmrində burada bir qədər proses mürəkkəbləşir. Biz sizdən demişdik ki, çıxma əməliyyatını da cəmləyici qurğuda yerinə yetirə bilirik. Amma necə yerinə yetiririk? 2-yə tamamlama üsulu ilə. Onda A çıxılsın B əməliyyatında B-ni inversi alıb üzərinə 1 gəlməlidir. Düzdür? Belə bir şərt yazır. İndi bu şərti yerinə yetirmək üçün mən komparatorun nəticəsindən və multiplexerlardan kömək istəyəcəm. Baxıram, select girişə vermişəm 0-1 siqnal. 4-ün bir multiplexerində I1 girişini çıxışa kommutasiya edir. I1 girişi hara qoşulub cəmləyicinin çıxışına. Amma burada hansı əməliyyat aparmalıdır? Çıxma əməliyyatını aparmalıdır. Bu çıxma əməliyyatını aparması üçün baxıram komparatora. Görün, bizim cəmləyici qurğumuzun AI, BI, CI girişlərini nə verir? Birinci əməliyyat olmalı ki, B-ni invers eləməlidir. Yəni, 1-dən 0-ı çıxan zaman indi onun inversinə əldə edir. İndi komparatora verildim 1-0. 1-0 verməyə nə oldu? Komparasiya nəticəsini 1-ə bərabər edir. Komparator 1-ə bərabərdirsə, bu multiplexerdə select girişinə 1 verir. Bunun 0-ı var, 1-i var. Yəni, bu select 0-a bərabər oldu. Bu I0 ötürülür, 1-ə bərabər oldu, bu I1 ötürülür. I1 də nədir? B-nin inversi. Buradan B düz gəlir. Hansı ki, burada I0-a bərabər, burada komparatorun çıxışı 0-a bərabər olanda, adi cəmləmə olanda, buradan B kommutasiya olunacaqdır.
indi B invers lazımdır deyə və komparator nəticəsi 1-ə bərabərdirsə, bax bu B invers kommutasyonu. Yəni, bax bura gəlir nə? B invers. İndi plus 1 lazımdır, düzdürmü? Kompleks şərtinin ödənməsi üçün. Yenə komparatorun çıxışı qoşul nə? 2-nin 1 strukturuna. Bayaqlar demişdik ki, bu vahidə bərabər olanda ötürülmə baş verir. Bu vahidə bərabərsə, bax bu çıxış, buna I1 çıxışı deyək, yerləri qarşıdır. I1 çıxışı deyək, bu kommutasyon. 1 plus 1. Elə birinci hal olaraq cəmləyicimizin çıxışında onda belə bir nəticə alır. I1 plus B invers plus bu çıxma əməliyyatında. Praktik olaraq bax belə bir əslində bu nəyə ekvivalentdir? A çıxışdan yenə də çıxma nəticəsi burada müşahidə olacaq və bir çıxışa kommutasiya olduğuna görə çıxışda çıxma əməliyyatının nəticəsini görəcək. Bu yuxarıdakı variantlar, hissələr, 2 multiplexer və komparator çıxma əməliyyatının nəticəsi üçün əlavə edilir. Amma hesab əmrləri keçəndə bu rahatdır. Hesab əmrləri fərqlə 1-0 vermişəm kodun, 1-0 vermişəm deyə bu nə I0, nə I1 onsuz kommutasiya edilmədiyinə görə onun girişində nə var fikir vermirik. Fikir versək belə nəticəm 0-a bərabərdir komparatorda. Ona görə bu nə kimi işləyəcək? Cəmləyici kimi işləyəcək. Yenə də burada cəmləmə əməliyyatı nəticəsi olacaq. Amma biz 4-ün bir multiplexin onun çıxışa ötürmədiyimizə görə bizim üçün o maraqlı deyil. Nə ötürülür çıxışa? I2. I2 girişimizə nə qoşulub? Ənd elementi qoşulub. 1 ilə 0-ı vururuq, nə olur? 0 olur və çıxışda 0 müşahidə edirsiniz. Və ya 1 vermişik, nə çıxış ötürəcək? I100 girişi çıxış ötürəcək, I100 girişinə də OR elementi qoşulub, toplayacaq, yəni 0-dan 1-i toplayacaq, çıxışda 1 qoşulub, 1-i əldə etmiş olacaq. Məntiqi toplamadan söhbət edir burada, OR elementinin köməyi. Uşaqlar, burada proses ən sadə bir bitlik hesab məntiq qurğusunun sistemidir. Siz bunu laboratoriya dərsində, mən burada bloklarla çəkmişəm, siz laboratoriya dərsində götürə bilərsiniz ki, 2 bitlik komparatorun yalnızca bərabərlik şərtini siz götürərək həmin sistemi simulyasiya edə bilərsiniz və həqiqətən yoxlaya bilərsiniz ki, bu sistem işləkdir, bu blok sistemi deyək, bu rəqəmsal qurğu işləkdir, yoxsa işlək deyil, bunu siz özünüz də laboratoriyada yoxlaya bilərsiniz. Bu, keçən mühaliməmizdə qalan şeydir. Biz sizinlə bir növ yığıb saxlamaq deməkdir. Yəni, demişdik ki, akkumulyatorun vəzifəsi nədir? Hesab məntiq qurğusunun nəticəsini özündə əks etdirmək. Yəni, siz hər hansısa bir hesabı və məntiqi əməliyyat aparmışsınız və onun nəticəsini özünüzə əks etdirməkdir. Onda, bura mən bir dənə nə əlavə edərəm? Registr əlavə edəsəm, mən B registr əlavə edirəm. Belə bir sistem əlavə edəsəm və bunu adlandırsaq mən F0 çıxış. Ən sadə halda mən bu bir bitlik hesab məntiqi əməliyyatının nəticəsini bu D triggerində yadda saxlayacaq. Bizim üçün hələlik bu trigger sadə halda nədir? Akkumulyatordur. Akkumulyator registrdir. Akkumulyator registri deməli xüsusi registrdir. Yalnızca hesabı və məntiqi əməliyyatların nəticəsini özündə saxlayır. Akkumulyatorun girişi nəyə qoşulur?